Mən Ələkbərova Xurşid Museyib qızı, Faiq Ələkbərovun bacısıyam. Mənim qardaşım şəhid olub Şınıq bölgəsində, Qarabağın uğrunda. İlk şəhid, ilk Seyfəlinin ilk şəhidi mənim qardaşım olub. İndi Seyfəli məktəbinin də, Xanallar məktəbinin də adını mənim qardaşım Faiq Ələkbərov daşıyır. Biz fəxr eləyirik bütün şəhidlərlə, qardaşımla. Bunların uğrunda biz bugünkü gündə bu torpağın üstündə ayaq üstə dururuq. Mənim qardaşım şəhid olarkən bizcə kəlmə onu demişdi ki, məni anama çatdırın. Amma o mümkün olmadı. Bax, burada yatan şəhidlər hər biri bizim qardaşımızdır, bizim evladımızdır. Biz fəxr eləyirik şəhidlərimizlə, qürur duyuruq. Onların sayəsində bu torpaqlarımız alındı, Qarabağ bizim oldu. Erməniləri oradan sildik, yox elədik. Onların qanı bahasına, onların qanı bizim torpaqlarımızı yudu, təmizlədi ermənilərdən. Amma ermənilər də rusların hesabına güclü oldular. Onların hesabına bizim bu qədər şəhidlərimizi öldürdülər, incitdilər, şəhid oldular. Amma onlar torpaq uğrunda şəhid oldular. Biz fəxr eləyirik onlarla. Allah onların yerləri cənnət olsun. Onlar mələkdirlər. Onlar sorğusuz, sualsız cənnət quşudular. Faiq Ələkbərov Sovetlərin əsgərliyindən gələndən sonra, ölkədə bu vəziyyəti görəndən sonra o nə səfərbərliklə gedib, nə əsgərliklə gedib, könüllü gedib Şəmkirdə yazılanda hətta demişdilər ki, hərbi komissarlıqdan qoy onda bir həftə vaxt ver, könüllü dəstə yığılanda sizi göndərəcəyik. İlk könüllü gedib orada yazılmış və bəlkə də elə ilk onların ağlına salmışdı ki, könüllülər də lazımdır. Ondan sonra Şınıqda döyüşüb. Tək Şınıqda yox. Harda lazım olub, Marquşeviyana göndəriblər. Harda ki, hücum olub, çətinlik olub, problem olub, kömək lazım olub, o dəstəni göndəriblər. Mənim qardaşım da onunla bir yerdə. Sonra Zəym aeroportunun alınmasında, rusların oradan çıxanda silahları, nə bilim, sursatları saxlamaq üçün Faiqlə bərabər bir nəfər də əsgər veriblər. Durub orada. Bir adam bir çöp apara bilməyibdi. Hətta o vaxt Rəhim Qaziyev olmuşdu, Müdafiə Naziri. Buna şifahi, milli qəhrəman adı vermişdi. Sonradan o qədər dəyişikliklər, bu oldu, baş qarışdı, o oldu, baş qarışdı. O yaddan çıxdı, qaldı. Verilmədi o milli qəhrəman adı. Yəni, əslində qəhrəman olubdu. Gədəbəydə, hər yerdə, döyüşlərdə. O otururmuş tankın içine, ermənilərin içine gedirdi. Ermənilər onun başına pul qoymuşdular. Öyle bir qorxmaz, yigit bir oğlan olmuşdu. Həqiqi mənada qəhrəman olmuşdu. Düz adı verilməsə də o qəhrəmandı özü. Sonra da məktəbin də adı, Xanallar məktəbinin adını, Faiqin adını verdilər. Hazırda o məktəbin adı Faiq Ələkbərovun Xanallar məktəbidir. O vaxt Şınıqdan dedilər ermənilər Gədəbəydən. Başkəndin alınmasında yaralanmışdı. Yaralandı. Qorxmaq yox. Hospitala göndərmişdilər Şəmkirə. Hospitalda bir gecə qalıb, səhər durub düz cəbhəyə gedib. Deyiblər, və sən yaralsan. Deyib, orada elə yaralılar var idi, mən utandım orada olmağa. Mən yüngül yaralanmışdım. Yəni, o elə insan idi, elə qorxmaz insan idi. Nə bilim mən, sonradan Gədəbəydən ki, dedilər, başkəndin alınması adı vaxtı, dedilər, ermənilər gəlib bir ara kəndi zadı, dedilər, köçürək. Bizim kəndi hələ Seyfəli. Mən də qardaşıma dedim, biz Bakıda yaşayırdıq. Qadınları gətirin bizə, amma kişilər gəlməsin, geçsin, döyüşsün. Kişilər niyə evini qoyub gedir? Dedi, ay bacı, kişilər, qadınlar o vaxt gələcək, kişilərin hamısı qırılsın. Kişi qalmayandan sonra deyir, onda qadınlar çıxar oradan. Kişilər qabaqda döyüşəndən sonra qadın cəmaatın evini tərk edir. Yəni, belə qorxmaz. Qorxu nədir? Bir insan anadan olandan bilmir, uşaq vaxtında. Hər biri qorxmaz, hər biri igid, hər biri vətən uğrunda canlarını verən şəhidlərdir. Canımız qurban onlara.
Biz Bütün həqiqətən şəhidlər. fəxr edirik. Birinci Vətən müharibəsi, ikinci Vətən müharibəsi dəxli yoxdur. Bəli. Bəzən deyirlər, görürsən ki, köhnə şəhidlərdir, o vaxtı bioduzublar. O Şəhidin vaxtı köhnəsi şəhidin təzəsi olur. 25 min şəhid verən bir ölkə nətər uduza bilər? 41-45-ci ildə yadınıza gəlir Leningrada, Moskvaya qədər gəlib çıxmışdı farslar. O deməkdir ki, uduzurdu. İkinci cəbhə açıldı, qəşəng getdi. O deməkdir ki, o uduzulan vaxta qədərkilər şəhid deyilir. Düzgün fikirlər deyilir. Şəhidin köhnəsi fikri olmur. Hamısı bu torpaqların 44 günlük müharibədəki qələbənin bünövrəsi 90-cı illərdə qoyulur. Mən İsmailova Kəsirə Mustafa qızı İsmailov Eşənin mamasıyam. İsmailov Eşən Şəmkir rayonu Seyfəli kəndində yaşayır. 8 noyabr Şuşanın azadlığı günündə şəhid olub. Atasının ad günüdür bugün, 60 illidir. Atasının ad günü şəhid olub. Atasına qəhrəman oğlan atası kimi adını padarka edib. Padarka göndərib. Bütün xalqıma Zəfər bayramı münasibəti ilə təbrik edirəm. Bütün şəhidlərə Allah rəhmət eləsin deyirəm. Bütün analara Allah səbir versin deyirəm. Bütün xalqımın gözü aydın olsun ki, Qarabağ azad oldu. Amma biz bunlar cənnətdədirlər, amma biz cəhənnəmdə yaşayırıq biz analar. Allah bütün analara səbir versin. Allah sizin də köməyiniz olsun. Sizlər də var olun. Sağ olsun. Bugün atasının 60 illik yubileyidir. Oğlunun da şəhid olduğu gündür. Allah sağ versin Allah. Onlar cənnətdədirlər. Biz onların sayəsində rahat yaşayırıq. Biz də cəhənnəmdə yaşayırıq. Onlar cənnətdə yaşayır, mən anasının cəhənnəmdə yaşayırım. Allah səbir versin. Onlara səbir versin. Allah sizin də köməyiniz olsun. Sağ olsun. Qala görmə xala. Sağ ol. Gələ biləydin, atanın yubileyini keçirə biləydin, hayır. Bugün atasının 60 illiydi. Belimizi bükersiniz zaten. Yaşamırız armadınız. 5 yıldır ne olardı biz de bir bunca balardık işte kapıra. Əli və Səmaya Qafqaz qızı 4 sinifi Vətən müharibəsində biz qələbə qazandıq. Bugün zəfər günüdür, qəhrəmanları andıq. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Dəmir yumruq düşmənin məfur başını əzdi. Düşmənlər Qarabağda daim qala bilməzdi. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım sənə bu çox yaraşır. Bizə zəfər yaşatdı igid oğullarımız. Hər birini anırıq, minnətdarıq hamımız. Yaşa vətən, çox yaşa, yaraşır zəfər sənə. Alqış, minkar alqış, zəfəri bəxş edənə. Namazov Təbriz Ələmdar oğludur. Nə deyim, bugün zəfər günüdür. Zəfər günləri bayram olsun balalarımızın, hərbiçilərimizin. Bunların sayəsində biz yaşayırıq, bunların sayəsində biz həyatdayıq. Nə deyim, qadan alım, Allah rəhmət eləsin, yerləri cənnət olsun. Bunların yerləri ilə cənnətdədir. Bəli, düz. Nə deyim? Allah səbir versin. Sağ ol. Müşfiq Səttəroğlu. Salam şəhid anası. Mən də sənin bir balan. Olmasam da qəhrəman. Şuşa Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol alıb. Məhzunu sayəsində ordumuz zəfər çalıb. Salam şəhid atası, sən necə qürurlusan. Dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır nur ata. Hər zaman qürurlu ol, hər zaman dik dur ata. Natiq Süleymanov Səttəroğlu, Müşfiq Süleymanovun şəhidimizin qardaşıyam.
94-cü ildə fevral ayının 2-sində Kəlbəcərdə Zod yolu uğrunda gedən döyüşlərdə şəhid olub qardaşım. Ondan əvvəl də Əfqanistan döyüşlərində iştirak edib və döyüşlərə o zaman könüllü qatılıb qardaşım. Qızğın döyüşlər zamanı yoldaşlarından biri əsir düşüb, onu yəni ermənilər əhatəyə alıblar. Onu əhatədən çıxartmaqdan ötəri, mühasirədən çıxartmaqdan ötəri qardaşım tək başına döyüşə girib və onu xeyli çıxardıb bəri. Sonra minamyotdan atılan güllədən çıxan qəlpə qardaşımı yaralayıb və orada şəhid olub qan itirmədən. Bizim yəni qardaşım kimi minlərlə şəhidlərimiz var. Allah hamısına rəhmət eləsin. Məkanları cənnət olsun. Bugün gənc nəslin nümayəndələri, bax bu da nəvəmdir, gəlib babasını Allah ziyarət eləməyə. Belə gənclərimiz nə qədər ki var, Azərbaycan xalqının igid oğulları daim olacaq, daim torpaqlarının keşiyində duracaq. Daim xalqımızı irəliyə doğru aparacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Anaları, əziz şəhid ataları və şəhid ailə üzvləri, sizlərin əvvəla onu demək istəyirəm, qarşınızda baş əyirəm ki, dövlətimizə, millətimizə belə qəhrəman övladlar bəxş etdiyiniz üçün. Bugün bildiyimiz kimi Zəfər günüdür və bu Zəfər günü münasibəti ilə saat 12 tamamda olacaq bir dəqiqəlik sükuta, belə deyim, hamımız bura toplaşmışıq. İnşallah ki, bir dəqiqəlik sükutla qəhrəman övladlarımızın, xalqımızın, millətimizin qəhrəman övladlarını bir dəqiqəlik sükutla yad eləyək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, vətən müharibəsi iştirakçılarına can sağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sizlərin də qarşınızda baş əyirik şəhid valideynlərinin qarşısında və Allahdan sizə can sağlığı arzu edirik. Sizə hamımız borcluyuq. Yəni biləsiniz ki, belə övladlar yetişdirdiyinizə görə, belə qəhrəman övladlar yetişdirdiyinizə görə hamınıza borcluyuq. Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Allah şəhidlərimizə rəhmət eləsin. Amin.